Salam kanalımızın dəyərli izləyiciləri. Bu dərsimizdə riyaziyyatda adi və onluq kəsrlər mövzusunu öyrənməyə başlayırıq. Bu mövzu içərisində biz indi adlarını sadalayacağımız mövzuları öyrənəcəyik. 5-ci sinifə aid olan adi kəsir və növləri, qarışıq ədədlər, kəsirin əsas xassəsi, kəsirlərin müqayisəsi. 5-ci və 6-cı siniflərə aid olan bu mövzular adi kəsirlər üzərində əməllər, onluq kəsirlərin müqayisəsi və yuvarlaqlaşdırılması mövzularını öyrənəcəyik. Həmçinin 7-ci sinifə aid olan onluq kəsirlər üzərində əməllər, sonsuz dövrü onluq kəsirlər, dövrü onluq kəsirlərin adi kəsirlərə çevrilməsi mövzularını biz adi və onluq kəsirlər mövzumuzun içərisində öyrənmiş olacaq. İndi isə başlayaq. Adi kəsir. Tutalım ki, m və n natural ədədlərdirsə, m bölünsün n. Baxın, bu şəkildə olan ifadəyə, yəni ədədə adi kəsir deyilir. Burada m sürət, yəni bölünən, bu xətt kəsir xətti adlanır, yəni bölmə, n isə məxrəcdir, yəni böləndir. Buna nümunə olaraq 3/2, 5/7 və 8/8 tutalım ki, və s. ifadələrini, yəni ədədlərini göstərə bilərik. Kəsirlərin gəlin diaqramla göstərilməsində, təsvir edilməsində göstərək. Burada baxın, bərabər bölünməlidir. Mən də mümkün qədər bunu xəttinə düzgün çəkməyə çalışacağam. Baxın, bu 3/3 hissədə bərabərdirsə, bu hissə, baxın, 3/1 adlanır. Baxın, 3 bərabər hissəyə bölünüb və 1-i götürülüb, 1 hissəsi. Bu ştirxlənmiş hissə 3/1-dir. Misal üçün, bunu 4 bərabər hissəyə bölək. Bu hissə, baxın, 4 bərabər hissəyə bölünüb, 1, yəni vahid, baxın, tam hissə 4 bərabər hissəyə bölünübdür və 4 dənədən 3-ü götürülüb. Bu 3 dənə ştirxlənmiş hissə də olacaq. 4/3. Baxın, bu da 4 dənə, baxın, bərabər hissəyə bölünübdür və 1-i götürülüb. Deməli ki,
Bu da olacaq 4-də 1. Biraz kənara çəkək. Baxın, ona buna şəkildə bərabər kimi görünməyə bilər. Bu hissələr bərabərdir. Bir, 2, 3 və 3. Yuxarıdan 4 bərabər hissəyə ayrılmalı idi. 1, 2, 3, aşağıdan da yenə. Baxın, 4 və 3, 12 dənə bərabər hissəyə bölünübdür. Bunların hamısını birləşdirək. Bu da oldu 12-də 12. Bərabərdir 1-ə. Bunu qeyd kimi yadınızda saxlayın ki, kəsirin sürəti k dəfə artırsa, kəsirin qiyməti də k dəfə artır. Yəni, məsəl üçün, M-də n kəsiridir, tutaq ki, bunun sürəti hər hansı k dəfə artırsa, kəsirin ümumi qiyməti də k dəfə artacaq. Lakin kəsirin məxrəci k dəfə artırsa, kəsirin ümumi qiyməti k dəfə azalır. Və tərsinəsidir, bu ifadənin tərsinə olan versiyası da doğrudur. Kəsirin sürəti k dəfə azalırsa, kəsirin qiyməti k dəfə azalır. Lakin kəsirin məxrəci k dəfə azalırsa, kəsirin qiyməti k dəfə artır. Gəlin bir də nümunəyə baxaq. Kəsirin sürəti 3 dəfə azalır. Məxrəci isə 4 dəfə artır. Kəsirin qiyməti necə dəyişəcək? Sürət 3 dəfə azalır. Məxrəci isə 4 dəfə artır. Kəsirin sürəti dedik ki, k dəfə azalsa, kəsirin qiyməti də k dəfə azalacaq. Yəni, kəsirin sürəti bu nümunəmizdə 3 dəfə azaldığına görə kəsirin qiyməti də necə olacaq? 3 dəfə azalacaq. Və kəsirin məxrəci 4 dəfə artır. Kəsirin məxrəci dedik ki, k dəfə artanda kəsirin qiyməti də k dəfə azalır. Yəni, kəsirin qiyməti 4 dəfə artdığına görə bu nümunəmizdə kəsirin qiyməti də 4 dəfə azalacaq. 3 vur 4 neçə eləyir? 12.
Deməli, bu nümunəmiz üçün kəsrin qiyməti 12 dəfə azalacaq. Düzgün kəsirlər sürəti məxrəcindən kiçik olan kəsirlərə düzgün kəsirlər deyilir. Yəni, M-də, N şəklində yazılan kəsirdə sürət məxrəcdən kiçikdirsə, baxın, N kiçik olmalıdır M-dən. N M-ə həmçinin bərabər də ola bilməz. Bərabər də ola bilməz. Kiçik olmalıdır. Bu şəkildə yazılan kəsirlərə düzgün kəsirlər deyilir. Və düzgün kəsirdə kəsirin qiyməti sıfırla, sıfırdan böyükdür. Baxın, bərabər ola bilməz, sıfırdan böyükdür. Və birdən də kiçikdir. Baxın, nə düzgün kəsir, nə sıfıra bərabər ola bilməz, nə birə. Sıfırla bir arasında qiymət almalıdır. Misal üçün, 4-də 3 düzgün kəsirdir, çünki 3 4-dən kiçikdir. 5-də 2 düzgün kəsirdir. Baxın, burada da 2 5-dən kiçikdir. 15-də 7 bu da həmçinin düzgün kəsirdir, ona görə ki, 7 15-dən kiçikdir. Ədəd oxu üzərində gəlin bunu göstərək. Sıfırdır, bu da 1'dir. İşte 1, işte 2, beşdə 4 və 7-də 6. Ədəd oxunda da bu şəkildə baxın göstərə bilərik. 0 ilə 1 arasında qiymətlər olan düzgün kəsirlərdir.
Düzgün olmayan kəsrlər. Sürəti məxrəcindən böyük və ya bərabər olan kəsrlərə düzgün olmayan kəsrlər deyilir. N-də M-dir, tutalım ki, sürət məxrəcindən ya böyükdür, ya bərabərdir. Burada sürət, yəni M, məxrəcdən ya böyükdür, ya da bərabərdir N-ə. Və düzgün olmayan kəsrlərin də qiyməti 1-dən ya böyükdür, ya da bərabərdir. Yəni, baxın. N-də M şəklində yazılan düzgün olmayan kəsrlərdə kəsrin qiyməti 1-dən ya böyükdür, ya da ki, 1-ə bərabərdir. Gəlin düzgün olmayan kəsrlərə aid nümunələr də verək. Məsəl üçün, 4-də 5. Baxın, sürət məxrəcdən böyükdür. 5 4-dən böyükdür. 7-də 13. 7-də 13. 13 7-dən böyükdür. Yəni, sürət məxrəcdən böyükdür. 8-də 8. Sürət məxrəcə bərabərdir. Sıfır, 4. 4-də 5, 4-də 6, 4-də 7. Ədəd oxu üzərində də düzgün olmayan kəsrləri baxın bu formada göstərə bilərik. Bunu qeyd kimi yadda saxlayın ki, hər bir natural ədədi məxrəci 1 olan adi kəsir, yəni düzgün olmayan kəsir şəklində göstərmək olar. Təkrar edirəm, hər bir natural ədədi məxrəci 1 olan adi kəsir şəklində, yəni düzgün olmayan kəsir şəklində göstərmək olar. Misal üçün 3. 3 natural ədədini 1-də 3 kimi göstərə bilərik. Məsələn, 5 ədədini, 5 natural ədədini 1-də 5 kimi göstərə bilərik. Şagirdlər çox vaxt bunu qarışdırır.
adi kəsir, düzgün kəsir və düzgün olmayan kəsirdən də qarışıq sanırlar. Baxın, 3də 1 də adi kəsirdir. 3də adi kəsirdir. 3də 13 də adi kəsirdir. Baxın, bunun hamısı adi kəsirdir. Bu xətlə göstərilən, baxın, xətlə belə göstərilən kəsirlərin hamısı adi kəsirlərdir. Ancaq burada düzgün kəsir və düzgün olmayan kəsir söhbəti var. Düzgün kəsirlər sürət məxrəcdən kiçik olan kəsirlərdir. Düzgün olmayan kəsirlər isə sürət məxrəcə ya bərabər, ya da ondan böyük olan kəsirlərdir. Baxın, bu düzgündür. Bu isə sürət məxrəcə bərabərdir. Düzgün olmayandır. Düzgün olmayan. Həmçinin bu da sürət məxrəcdən böyükdür. Bu da düzgün olmayan kəsirdir. Tam hissə. Düzgün olmayan kəsirlərdə sürəti məxrəcinə bölməklə tam hissəni hesablamaq mümkündür və həmin kəsiri tam ədədinə düzgün kəsirin cəmi kimi yazmaq olar. Təkrar edək, tam hissə düzgün olmayan kəsirlərdə sürəti məxrəcinə bölməklə tam hissəni hesablamaq mümkündür və həmin kəsiri tam ədədinə düzgün kəsiri cəmi kimi yazmaq olar. Nümunə olaraq 5də 19. 5də 19 kəsirimizi baxın. 19-u 5-ə böləndə neçə eləyəcək? Yəni 19-u bölək. Adi bildiyimiz çubuğu bölməklə. 5-ə 3-ü 5-ə 15. 4. 3 üstəgənlisi. Baxın, 5-də qalıq. 4-ü yazırıq. 5-də 4. Bu şəkildə yaza bilərik. Və yaxud da bu cürdə yazılır. 3 tam 5-də 4. Qarışıq kəsir. Tam və kəsir hissədən ibarət olan ədəddir və misal üçün, baxın, belə yazılır. A üstəgənlisi C-də B. Və yaxud da belə də yazılır. A tam C-də B. Bu şəkildə göstərilir. A tam hissə, burada A tam hissədir. Bu isə, baxın, yazaq tam. Bu hissə isə kəsir hissədir. Nümunə olaraq 2 tam 5-də 3. 3 tam 4-də 1. 1 tam 2-də 1. Bunlar qarışıq ədədlərdir. Qarışıq ədədin düzgün olmayan kəsirə çevrilməsi
Misal üçün A tam C-də B ədədidir. Bunu düzgün olmayan kəsrə necə çeviririk? Məxrəci olduğu kimi saxlayırıq. A-nı vururuq, tam hissəni vururuq məxrəcə. Vururuq məxrəcə, yəni A vur C, üstə gəlirik B. Məxrəc olduğu kimi qalır, sürətdə isə tam hissəni məxrəcə vurub, üzərinə sürəti əlavə edib yazırıq. Bu da oldu, bu şəkildə qarışıq ədədin düzgün olmayan kəsrə çevrilməsinin qaydası. Bir neçə nümunəyə baxaq. Üç tam 5'də 2. Bərabərdir 5'də tam hissəni məxrəcə vururuq. 3 vur 5. Üzərinə sürət əlavə edirik. On beş üzərinə gəlsin 2. 5'dir. O da bərabərdir 5'də 17. Tam hissəni vururuq. Baxın 4 tam 7'də 5 qarışıq ədədini düzgün olmayan kəsrə çevirəndə 4'ü vururuq. Tam hissəni məxrəcə, üzərinə gəlirik sürəti. Iyirmi səkkiz da edəcək 7'də 33. Düzgün olmayan kəsrin qarışıq ədədə çevrilməsi. Baxın, biz indi qarışıq ədədin düzgün olmayan kəsrə çevrilməsini öyrəndik. İndi isə tərsinə. Düzgün olmayan kəsrin qarışıq ədədə çevrilməsinə baxaq. Sürəti məxrəcə bölüb natamam qismət kəsrin qarşısında yazılır. Məxrəcdə məxrəcin özü, sürətdə isə qalıq yazılır. Misal üçün 5'də 13. Qaydamız necə idi? Düzgün olmayan kəsrin qarışıq ədədə çevrilməsinin qaydası. Sürəti məxrəcə bölüb natamam qismət kəsrin qarşısında yazılır, yəni tam hissə kimi yazılır. Yəni 13'ü bölək 5'ə. Baxın, bu bölmək 5'ə bölək 2. 2 tam,
Bu n yazsaq 10, 3. 2 tam. Baxın, yazılacaq tam hissə kimi kəsirin qarşısında məxrəc özü olduğu kimi qalacaq 5 və qanıq isə 2 sürətdə yazılacaq. 2 tam 5-də 2. Sonra başqa bir nümunəyə də baxaq. 3-də 17. 3-də 17. On yeddini 3-ə böləndə 5 eləyəcək, 5 tam. Tam hissə kəsirin qarşısında yazılacaq 5 tam. Məxrəc olduğu kimi qanıq 3 və qanıqda sürət də yazılır. 5 tam 3-də 2. Bu şəkildə. Bu dərsdə yazacaqlarımız bu qədər. Növbəti dərsimizdə yenə kəsrlər mövzusunu öyrənməyə davam edəcəyik. Bu dərsə aid hər hansı sual, təklif və iradınız olarsa, videonun altına rəy bölməsinə qeyd edə bilərsiniz. Və əgər dərslərimiz faydalı gəlirsə, bəyənməyi, rəylər yazmağı və kanalımıza abunə olub paylaşmağı unutmayın ki, çox insan baxıb faydalana bilsin. Növbəti dərslərimizdə görüşənədək salamat qalın əziz şagirdlər.